Salam əziz izləyicilərimiz. Deməli, nə edirik? Girəm diş aktar. Buradan bir dənə şey seçirəm. Məsələn, bunu seçdim. Aha. Ancaq telefon kompüterdə eləyə bilirəm. Bunu atdım bura. Görürsünüzmü? Ondan sonra girəm effektlərə. Məsələn, bunu götürüb atıram. Sonra nə bunu atıram. Sonra baxın pullu nə var. Bunu atıram. Hə, bunların hamısını atmayım, şey eləyim, tam eləyim. Bunu da tam eləyim. Bunu da neyse sen diyebilirsen de bu arada hemen ses yazmaya istifadə etdim bayaq alında. Heh, bu kadar. Baxaq bir dənə. Görsən, əgər mən bunu dışa aktarmaq istəsəm, dışa aktarmaq istəsəm, məndən nə deyəcək? Deyəcək pul. Ona görə də geri dönürəm. Ne yapıyoruz? Bunu hamısını belə seçirəm komple. Sağ düyməni klikləyirəm. Ondan sonra birləşik oluştur basıram. Yəni Ctrl Alt C də direkt basa bilərsən də. Yəni mən sağ düyməni elədim. Ondan sonra nə edirəm? Yerləşəm ki, işlem uygula. Uygulayır. Ha, yüklənsin. Yükləndi mi? Sonra nə edirəm? Elə bil ki, bax, bu gəlib, bax, bura yüklənib CapCut'un içərisində. Mən bunu girirəm. Sonra combination'a girirəm. Oradan da en son yüklediği budur da. Ben bayağıdan minlə şey yükləmişəm. Hə, bax bu. Bunu sildim. Bunu silirəm. Köhnəsini silirəm. Yenisini gətirib atıram. Ondan sonra baxaq. Gördün? Sonra dışarı aktar basanda bu kadar.